Salam, testlərin izahına keçməzdən əvvəl istədim ki, bu ifadələri biraz ümumi bir şəkildə izah edim. Deməli, I am used to, yəni to be used to ifadəsidir bu. Bu ifadə to be accustomed to be familiar with ifadələri ilə sinonimdir. Yəni, nəyəsə və yaxud da nəyisə etməyə vərdiş olmaq, öyrəşmək mənasındadır. Özündən sonra ya something, yəni nəyisə bir əvəzlik ya və yaxud da isim gələ bilər. Və ikinci formada isə özündən sonra feil və feilimiz də ing formasında gələ bilər. Digər quruluşumuz get used to ifadəsidir. Get used to da to be used to ifadəsi ilə oxşardır. Lakin cüzi fərq var ki, artıq burada həmin hərəkətə vərdiş yaranmışdır. Elə bil ki, become used to ifadəsi ilə sinonimdir. Bundan sonra bizim feilimiz gəlir və feil ing formasında işlədilir. Digər quruluş təkcə used to ifadəsidir. Bu isə belə deyək, past habitual action, yəni keçmişdə vərdiş halını almış hərəkətləri ifadə edərkən işlədilir. Yəni keçmişdə hər hansı bir hərəkət edilirdi, lakin indi edilmir. Yəni həmin o vərdiş halını almış hərəkət artıq bitmişdir. Buna görə bizdə də bizim feilimiz verb gəlir bundan sonra və verbimiz infinitiv formasından özünü müşayiət edir. İndi keçək testə. Birinci cümləmizə baxaq. I used to like opera. Cümləmiz inkardadır. Used işlədilib və not verilibdir. Belə bir quruluş var. Baxın burada. Contraction used is also possible. Yəni inkarlıq formasında used'dan sonra not işlədilir və belə bir quruluş var. Lakin daha ümumi forması, yəni daha çox işlənən forması isə I never used to like opera ifadəsidir. Amma birinci cümləni də doğru saymaq mümkündür. Deməli, testimizin birinci cümləsi düzdür. Sonra keçək ikinci cümləyə. I was used to play tennis a lot, but I don't play very much now. Burada görürük ki, was used to. Bayaq dedik ki, to be used to. İndi bu to be used to'nun keçmiş hal formasıdır. Nəyəsə alışmış olmaq mənasındadır. Amma bizim ikinci cümləmiz but I don't play very much now. Bu artıq bizə bildirir ki, birinci cümlədəki hərəkət keçmişdə olub bitmiş, yəni vərdiş halını alıb, lakin bitmiş hərəkət olmalıdır. Və bu zamanda biz used to işlətməliydik. Deməli, burada I used to play olmalıydı. Bu cümləmiz səhvdir. Üçüncü cümlə. At first I couldn't understand the newcomer because I wasn't used to his language. Deməli, burada wasn't used to ifadəsidir. I was not accustomed to his language. I was not familiar with his language. Yəni, burada bu ifadələr də bizim cümləmizi doğru hesab etməyə kömək edir. Yəni, mən ilk başlarda başa düşmürdüm o yeni gələni. Çünki mən onun dilinə öyrəşməmişdim. Dili ilə tanış deyildim. Bu cümləmiz düzgündür. Dördüncü, I used always to be afraid of high buildings. Burada bir məsələdir ki, always, yəni zərflərin used to ifadələri ilə ardıcıllıq və yaxud da zərfin harda gəlməsi məsələsidir. Bu ifadəni də bu cümlə ümumiyyətlə düzgündür və bu ifadənin izahı da bu qaydada, indi göstərəcəyim qaydada ifadə olunub. Baxın burada. Deməli, mid position adverbs can go before or after used. Deməli, used'dan sonra və yaxud da əvvəl orta mövqe tutan zərflər işlədilə bilər. The position before used is more common in an informal style. Deməli,
Used-dan sonra gələn zərf quruluşu informaldır. Used-dan əvvəl gələn. Amma used-dan sonra gələn formaldır. Yəni rəsmi dildə işlədilir. Lakin hər iki hal düzgün hesab olunur. İndi qaydaq testimizdə I used always to be afraid of I. Deməli, bu cümləmiz də düzdür. Sonra 5-ci cümləmizdə I used not smoking a cigarette, but now I do. Burada isə used to ifadəsidir. Çünki niyə? Çünki but now I do. İndi artıq mən edirəm. Deməli, past habitual action və used to işlədilməlidir və bizim feilimiz də məsdər formasında gəlməlidir. Amma burada smoking feili ing ilə gəlib, deməli, düzgün deyil. Düzgün cavab, deməli, 1, sonra 4-cü və 3-cü cümlələrimiz düzgündür. B variantı düzdür.